Səmaya 8 ağ göyərçin buraxılacaq. Göyərçinlər tarix boyu hər zaman azadlığın, sülhün, sevginin, ümidin və xoş niyyətin simvolu hesab olunur. Bugün onların azad uçuşu hər birimizin gələcəyə ümidlə attığımız addımları ifadə edir. Hər bir göyərçin öz qanatlarında məzunlarımızın arzularını, məqsədlərini, valideynlərimizin dualarını və müəllimlərimizin bizə bəslədiyi ümidi ilə birlikdə səmaya aparacaq. Bu göyərçinlər hər zaman bizə xatırlatsınlar ki, insanlar nə qədər yüksəlsələr də, zirvəyə gedən yolda hər zaman məktəbdən, müəllimlərdən və ailəmizdən başlayır. İndi isə hər birinizi bu gözəl anı şahid olmağa dəvət edirik. Qoy səmaya yüksələn bu göyərçinlərlə birlikdə bizim bütün arzularımız, ümidlərimiz də onlarla birlikdə yüksəlsin. Və hər bir məzunumuzun gələcəyi xoş, uğurlu, xoşbəxt və ümidlə dolu günlərlə dolu.